Mehriban Əliyeva Azərbaycanda Kürt mafiyasının üzvlərindən olan baş nazir Əli Əsədovun vəzifədən vurulması üçün Erdoğandan kömək istəyib və razılığını alıbdır. Ümumiyyətlə, Mehriban Əliyeva Azərbaycanda Kürt mafiya üzvləri olan Bəylər Əyyubov, Vasif Talıbov, Salih Məmmədov, Xanlar Vəliyev kimiləri Erdoğanın əli ilə, Erdoğanın razılığı ilə, icazəsi ilə vəzifədən vurur. İndi də baş nazir Əli Əsədovun torbası tikilir və qismən torbanın ağzı bağlanıbdır. Dəyərli mədənlərim, dəyərli soydaşlarım, Əli Əsədovdan bir neçə kəlmə də mən deyim gəlin. Əli Əsədov arxasında o qədər də güclü qüvvələr durmur. Kürt mafiyası əlbəttə ki, mən deyərdim Xanlar Vəliyev belə bundan güclü idi. Mən deyərdim bəylərin o qardaşı olan Azad vardı, o bundan güclü. Hər nəysə, uzatmayaq. Kürt mafiyasının üzvü olduğu bəllidir. Amma daha da vazkeçilməz deyil. Vazkeçilməz deyil. Əli Əsədov mən əvvəllərdən bilirəm. Əli Əsədov ta qədimdən imkanlı adam olubdur. Prezident aparatda şöbə rəisi olubdur. Ondan da qabaqdan imkanlı olubdur. Heydər Əliyevin təzə gələn vaxtları, gizlicə, ta Heydər Əliyev ölənə qədər. Əli Əsədov Mehribana bazlıq pulu verən, İlham Əliyeva bir-birindən xəbərsiz, İlhama, Mehribana bazlıq pulu verən adam olub Əli Əsədov. Aldığım məlumata görə bir neçə dəfədə Mehriban Əliyev hallananda Əli Əsədovdan pis, iyrənc işlər görüblər. İyrənc işlər. Narkotik və digər iyrənc işlərdə bilirsiniz də, özünü itirir Mehriban, bildiniz də, hallı-hullu olan vaxtı Əli Əsədovdan bir neçə iyrənc işlər görüblər. Deməli, dəyərli vətənlərim, bunu çatdırdım. Və Əli Əsədov barədə yüzlərlə obyekti var. Bu obyektlərin hamısı İlham Əliyevlə şərik. Hamısı olmasa da 90% İlham Əliyevlə şərikdir. Demək olar ki, hamısı. Xırda bir-ikisindən başqa hamısı İlhamla şərikdir. Bunun sadəcə olaraq nə oldu da Mehriban Əliyeva indi ortaya düşdü? Kürt mafiyası deyil. Yaxşı, Kürt mafiyasını məhv eləyirlər. Elə? Əla məhv eləyirlər. Niyə məhv eləyirlər? Ramiz Mehdiyev Kürt mafiyası deyildi. Onu niyə məhv elədilər? Bəli. Pul kimdədir? Ölkədə pul kimdədir? İlham Əliyev gözəl bilir. Kürt mafiyasındadır pul. Pul Kürt mafiyasındadır. Kimin qulağından tutursan ki, cərmələsinlər, nəməlində olan milyonu alsınlar, hamısı bəylərə bağlıdır. Kürt mafiyasıdır. Və yaxud indi Putinlə davrosunu aldılar, Ramizə bağlı qüvvələrin artıq həracını çerez İlham kəsib verirlər. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, məlumunuz buradan bir nəticəyə gəlmək olar. Əli Əsədov kim idi? Əli Əsədovun 10 milyardlarla sərvəti olan, ölkə daxilində, ölkə xaricində daşınan daşınmaz əmlaklara, bizneslərə, xüsusilə otel, restoran bizneslərinə sahib olan Əli Əsədov bütün mal mülkünə o biri məmurlar kimi İlhamla şərikdir. %80, 80-20-yə. Gəlirə də, maya dəyərə də. Və dəyərli canlarım, ciyərlərim, dəyərli qardaş və bacılar, bunun hamısının ən əsas səbəbi İlham Əliyev hakimiyyətinin sonudur. İnqilaba çox az qaldı, üsyana çox az qaldı. Mən sizə 8 il bundan qabaq nə deyirdim? 7 il, 8 il, 6 il bundan qabaq nə deyirdim? Yalan deyən şərəfsizdir, yalan deyən alçaqdır. Deyirdim ki, ay millət, vaxt gələcək İlhamın sonu çatanda bəylər vəzifədə olmayacaq. Ramizlər, bəylərlər, bütün İlhamın ətrafı hamısı pula görə bir-birini yiyəcək. Hamı pula görə bir-birini yiyəcək. Bax, bugün Qod Nisanov İlhamın sağınla, solu, Şeyxülislam bir-birinə giriblər. Bir gün sabah minlərlə silahlı qruplar bir-birinə girə bilər. Torpaq üstündə. O torpaqda şeyxlərə satacaqlar. Dəyərli vətənlər, bax deyirəm sizə, İlhamın sonudur. Əli Əsədovun da əlində 10 milyardlarla pul var. Düzdür, şərikdir. İndi İlhama deyirlər şərikdə %80-ə, başa düşdüm. Bir neçə zavoddur, fabrikdir deyək, nədirsə, İlhama %80 şərikdir. Amma İlham Əliyevdən gizlin nə qədər əmlakçıları var, bilirsiniz? Bilirsiniz nə qədər əmlakçıları var? Sizin Kemaləddin Heydərov Mercedes-Benz-də pay sahibidir. Kemaləddin Heydərov Almaniyada Mercedes-Benz-də pay sahibidir. Onun payına düşən maşınlar ildə bir dəfə Azərbaycana gəlir satışa. BMW-yə kim sahibdir? Pay sahibi. Amazona belə pay sahibidirlər. Ay qardaş, nə danışırsa? Temodan çıxan Alyona. Bu Alyona Temodan çıxdı da sonradan sonraya. Temoda belə pay sahibi olacaqlar iş eləsək. İndi sözüm indi ondan getmir. Qadan alim, hökumətin sonudur. İlham Əliyev qazdır, oğraşdır, bilirik. İlham Əliyev, Mehriban Əliyeva, ətrafında bir dənə milyonçu milyarder qoymayacaq. Mən sizə deyirəm. Bir dənə milyonçu milyarder qoymayacaq. Ziya Məmmədov, Ziyanın nəyi qalıb, hər şey əlindən alıblar. Ziya Məmmədov, oğlu və özü Epşteyn'də İlham Əliyevdən bir yerdə olan adam vardı. Üstəlik Ziya öz bacısı qızınla əlaqədə olub, dindin olubdu, dindin əlaqəsi olubdu. Onun da kasetini çəkilir. Ziyanın çox kasetlər əldədir.
Elə orada verirlər də ucarda zada o bağ-bağça var, bir dənə zoopark var. Oralarda şellənir də, ayya meymuna baxa-baxa. Ziyanın nəyi var? Deyirlər vətənə. Daha onu da əlindən almaq düz çıxmıraq. Balaca Heydərin kirvəsi, nə bilim, İlhamın dalını qumarda Lütfi Topanın pul qoydu, Ziyanın pulundan aldılar da, deyirlər vətənə. Ziya ilə AST Telmanın pulundan aldılar. Bəli, bəli. Sözüm indi ondan getmir, qardaşlar, bacılar, canlarım, ciyərlərim. Sözüm indi ondan getmir. Sözüm nədən gedir, qardaşlar, bacılar? Mehribanın, İlhamın ətrafında bir dənə varlı adam qalmayacaq. Qalacaq, deyim sizə, Altay Həsənov qalacaq, bəli. Ən axırıncı momentə qədər güc nazirləri qalacaq, bəli. Ən axırıncı İlhamı qoruyanlar qalacaq. Ələsadov da götürəcəklər yerinə Alyonanı, Malyonanı müvəqqəti xalqın qəlbini qırmamışdı. O aksi inqilabca deyil, salaba, mən Alyonanı qoydum, Leylanı qoydum, nə bilim, Mehribanı qoydum. Sonra ki, Leylanı zadı qoyacaqlar baş nazir. Yəni, ya da bir paketə oturan bir adam qoyacaqlar. O vaxt çox dediniz elə, Anar Ələkbarov İlhamın nəslini şey eləyib elə. Nəsildə qız qoymadı, Anar Ələkbarov. Anar Ələkbarov ola bilsin qoyacaqlar. Yəni, xalqa acıq vermək üçündür. Son zamanlar İlham Əliyev, Mehriban Əliyeva nə addım atırsa, xalqın əsəblərinə toxunan, xalqın necə deyirlər, o cinləndirən belə addımlar atırlar və çox güman ki, baş nazir söhbətində də xalqı cinləndirən addım atılacaq. Ya Leylanı qoyacaqlar, ya Mehribanı yox qoymazlar Mehribanı. Ya Leylanı qoyacaqlar, ya Anar Ələkbarov qoyacaqlar, prezident köməkçisi qoyacaqlar ora. Bəlkə də biraz da bizi cinləndirəcəklər, nədir, Aras, nədir, Emin Ağalarovu qoyacaqlar. Bəlkə o da, Əli Əsədov da Azərbaycan dilini bilmirdi, Emin Ağalarov da Azərbaycan dilini bilmir. Çox güman ki, Emin Ağalarov da qoya bilərlər, bizi daha da cinləndirə bilərlər. Yəni, siz elə bilməyin, biznesmen, ay Yahudilər, məni tək qoymayın, sizin Epşteynə qız daşıyan, Mossadın, nə bilim, masonların ən önəmli adamlarından birini gətirmişəm, bax, baş nazir qoymuşam, məni unutmayın, məni qələmimi qırmayın, məni atmayın, ey rabilər, ey Yahudi lobbiləri. Bax, İlham Əliyev belə mesaj da vermək istəyər, Emin Ağalarov ora gətirməkdən, o vəzifəyə gətirmək. Son zamanda gördüyünüzdə 55 hektar təzədən İlham Əliyev 55 hektar ərazini dənizi qurudaraq Pozğunxanı aşmaq üçün Eminə həvalə elədilər. Eminə. 55 hektar dənizi qurutmaq üçün. Dəyərli vətən, baxırsınız. Görürsünüz. İndi bu əlbəttə ki 55 hektar güya bu Sibrizdən bir xeyir götürdü mü, qırağını da qurutsun, neynəsin. Zaten Bakıda qurutduqları göllər indi su basıbdır, aləm poxa dönübdür, bir-birinə dəyibdir. Sadəcə xalqın mübarizə əzmini qırmaq istəyirlər. Xalqın ümidini qırmaq istəyirlər. O torpaqları da düzdür, tez bazar qurdub, altı pox da olsa o 3 dənə daşla götünü silən şeyxlərə satmaq istəyirlər. Bəli, sata-sat, qaça-qaçdır, şirkətlərinə qədər hər şey satırlar. Şamaxıda heyvan fermasına baxdınız eləmi İlhamın? Gedin görüm orada heyvanların yarısı yoxdur. Heyvanların yarısı yoxdur. Təyyarələr daşıdır.